Salam, bugün səninlə birbaşa mənbəyə Azərbaycan Respublikası Konstitusiyasının özünə baxırıq. Salam, bəli, çox maraqlı mövzudur. Konkret olaraq onun 12-ci fəslinə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr, yəni məqsədimiz təkcə qaydaları oxumaq yox, Anlamaq da əsas. bəli, anlamağa çalışmaqdır ki, bir ölkənin əsas qanunu necə dəyişir, niyə bu qədər, necə deyim, mürəkkəbdir bu proses və hansı təməl prinsiplər dəyişməz qalır. Elədir. Bu əslində hər konstitusiyanın üzləşdiyi bir sualdır da. Zamanla necə ayaqlaşmalı, amma öz mahiyyətini də qorumalı. Gəl onda başlayaq bu mexanizmin dərinliklərinə enməyə. Başlayaq. Bu həqiqətən də çox mühüm bir tarazlıq məsələsidir. Hər konstitusiya bir növ canlı orqanizm kimidir də. Canlı orqanizm, hə. Cəmiyyətin təməlidir, sabitliyi təmin etməlidir. Deməli, bu 12-ci fəsil o körpünü qurur da, çevikliklə sabitlik arasında. Tamamilə. Məhz bu iki tələb arasında körpü qurmağa çalışan mexanizmləri təsvir edir. Yaxşı, elə isə başlayaq birinci, bəlkə də ən vacib elementdən. Əlavələr necə qəbul edilir? Bizim mənbə, yəni Konstitusiyanın 156-cı maddəsi deyir ki, Milli Məclisdə ən azı 95 deputatın səsi ilə, Konstitusiya qanunları şəklində. 95 səs. Hə, 95. Yəni 125 üzvdən 95-i. Bu, təxminən 4də 3 səs çoxluğu deməkdir də. Çox yüksək bir həddir. Çox yüksəkdir, bəli. Adi qanunlarla müqayisədə niyə məhz Konstitusiya əlavələri üçün bu qədər səs lazımdır? Məntiqi nədir bunun? Bu çox vacib bir məqamdır. Baxın, o 95 səs, yəni konstitusiya çoxluğu tələbi bir neçə əsas səbəbə söykənir. Birincisi, konstitusiya hüquqi iyerarxiyada ən yuxarıdadır. Əsas qanundur. Bəli, əsas qanun. Ona edilən hər hansı dəyişiklik, kiçik, təsadüfi ya da dar siyasi maraqlara əsaslanmamalıdır. Bu yüksək hədd təmin etməyə çalışır ki, dəyişikliyin arxasında həqiqətən geniş bir siyasi konsensus olsun. Demək olar ki, hamının razılığı. Bəli, demək olar bütün əsas siyasi qüvvələrin razılığı. Adi qanunlar üçün, bilirsiniz, adətən sadə çoxluq 63 səs kifayətdir. Hə. Bu fərq özü elə konstitusiyanın əhəmiyyətinə, ona müdaxilənin nə qədər ciddi qəbul edildiyini göstərir. İkincisi də bu bir qoruyucu mexanizmdir. Nədən qoruyur? Tələsik, emosional ya da müvəqqəti siyasi vəziyyətdən irəli gələn dəyişikliklərdən. Konstitusiya uzun müddətli perspektiv üçün daxı, ona edilən dəyişikliklər də o dərəcədə düşünülmüş olmalıdır. Deməli, bu 95 səs özü birinci filtrdir. Amma proses bununla bitmir, hə? Daha maraqlı bir şey var. Elədir. Maddə 156-nın ikinci hissəsi deyir ki, bu qanunlar Milli Məclisdə 2 dəfə səsə qoyulur və ikinci səs vermə birincidən düz 6 ay sonra keçirilir. 6 ay. Bəli, 6 ay. Bu, qanunvericilik üçün kifayət qədər uzun bir fasilə kimi gəlir adama. Nədir bu soyuma müddətinin məqsədi? Sadəcə gözləməkdir, yoxsa? Yox, sadəcə gözləmə deyil əlbəttə. Bu 6 aylıq müddətin çox funksional əhəmiyyəti var. Bu, əslində belə deyək də, çox şaxəli bir düşünmə, dəqiqləşdirmə və ictimai müzakirə mərhələsidir. Necə yəni? Təsəvvür edin, ilk səs vermədə 95 səs yığıldı. Bu, ilkin dəstək var deməkdir, amma qərar hələ qəti deyil. Bu 6 ayda nə baş verə bilər? Birincisi, deputatlar özləri təklifin bütün potensial nəticələrini, həm müsbət, həm mənfi, daha dərindən analiz edə bilirlər. Hə, ilkin həyəcan keçəndən sonra? Bəli, siyasi hərarət keçəndən sonra daha soyuqqanlı yanaşmaq olur. İkincisi, bu müddətdə ekspertlər, hüquqşünaslar, vətəndaş cəmiyyəti, hətta geniş ictimaiyyət, deyək ki, media vasitəsilə təklifi müzakirə edə bilər. Yeni fikirlər ortaya çıxa bilər. Əlbəttə, yeni arqumentlər, narahatlıqlar, alternativ yanaşmalar üzə çıxa bilər. Üçüncüsü də, bu fasilə qısa müddətli bir böhranın və ya hadisənin təsiri altında tələsik konstitusiya dəyişikliyi riskini azaldır. Anladım. 6 ay sonraki ikinci səs vermə, artıq bütün bu müzakirələri, təhlilləri nəzərə alan daha yetkin, düşünülmüş bir qərarın təsdiqi olur. Bu, həqiqətən kritik bir süzgəcdir konstitusiya dəyişiklikləri üçün. Çox maraqlıdır. Yəni bu, təkcə deputatlar üçün yox, bir növ bütün cəmiyyət üçün də düşünmə fürsətidir. Hətta qeyri-rəsmi olsa da. Elə demək olar, bəli. Yaxşı, prosesin növbəti addımı prezidentin imzası. Maddə 156-nın 3-cü və 4-cü hissələri.
Qanunlar həm birinci, həm də ikinci səs vermədən sonra prezidentə təqdim edilir. Amma maraqlıdır ki, yalnız ikinci səs vermədən sonra imzalanma qanunu qüvvəyə mindirir. Bəli, bu vacib nüansdır. Niyə iki dəfə təqdim olunur? Birinci təqdimatın hüquqi nəticəsi yoxdursa, mənası nədir axı? Baxın, bu prosedur baxımından incə bir məqamdır. Həm praktik, həm də simvolik əhəmiyyəti var. Birinci təqdimatdan sonra prezidentə təqdimat ilk növbədə dövlət başçısını prosesin gedişindən rəsmi məlumatlandırmaqdır. Aha. Bu, prezidentə 6 aylıq fasilə başlamazdan əvvəl parlamentin mövqeyi ilə tanış olmaq imkanı verir. Potensial olaraq öz ilkin reaksiyasını bildirmək imkanı yaradır. Məsələn, məsləhətləşmələr yolu ilə. Amma hüquqi cəhətdən, o mərhələdə imza və ya imzalama taleyi həll etmir. Əsas olan ikincidir. Bəli, əsl hüquqi nəticə doğuran məqam ikinci səs vermədən sonraki təqdimat və imzadır. Bu ikili təqdimat bir tərəfdən icra başçısını prosesə cəlb edir, digər tərəfdən də son qərarın məhz ikinci, daha düşünülmüş səs vermədən sonra verildiyini vurğuluyur. Məntiqli bir prosedur qaydasıdır. Aydındır. Və maddə 156-nın sonuncu V bəndi var. Bu da çox vacib səslənir. Bu, konstitusiya qanunları konstitusiyanın ayrılmaz hissəsidir və onun əsas mətninə zidd olmamalıdır. Çox vacib bəndir. Bu nə deməkdir? Əgər bir əlavə, deyək ki, birbaşa birinci bölməni dəyişmirsə, buna sonra toxunacaq, necə ola bilər ki, əsas mətnə zidd olsun? Bunun praktikada nümunəsi nə ola bilər? Bu bənd konstitusiyanın daxili harmoniyasını, məntiqi bütövlüyünü qorumaq üçündür. O deməkdir ki, hər hansı yeni əlavə mövcud konstitusiyanın təməl prinsipləri, ruhu, ümumi konsepsiyası ilə ziddiyyət təşkil etməməlidir. Məsələn? Məsələn, konstitusiyada hakimiyyət bölgüsü prinsipi var, məhkəmə hakimiyyətinin müstəqilliyi var, insan hüquqlarının aliliyi var. Bunlar fundamental dəyərlərdir. Bəli. Tutaq ki, bir əlavə təklif olunur, bu əlavə birbaşa birinci bölməyə toxunmur, amma tətbiqi nəticəsində məhkəmə hakimiyyətinin müstəqilliyini, əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Yaxud icra hakimiyyətinin səlahiyyətini həddən artıq artırır. Tamamilə, baxmayaraq ki, birinci bölməni dəyişmir, amma konstitusiyanın əsas mətnindəki fundamental prinsipə, hakimiyyət bölgüsünə, məhkəmə müstəqilliyinə zidd ola bilər. Bax, belə hallarda bu V bəndi işə düşür. Deməli, əlavələr sistemi dağıtmamalıdır, onu tamamlamalıdır. Aynən. Əlavələr mövcud sistemi dağıtmamalı, əksinə onu tamamlamalı, inkişaf etdirməlidir. Əgər belə bir ziddiyyət şübhəsi olsa, Konstitusiya Məhkəməsi məsələyə baxa bilər. Çox vacib nəzarət mexanizmidir bu. Yaxşı, prosesi, səs verməni, müddətləri, uyğunluq tələbini anladıq. İndi gələk başlanğıca. Bu mürəkkəb prosesi kim başlada bilər? Yəni, bu qatarı hərəkətə kim gətirə bilər? Hər hansı bir vətəndaş ya bir deputat deyə bilərmi ki, mənim konstitusiyaya əlavə təklifim var? Xeyr, hər kəs təşəbbüs göstərə bilməz. Maddə 157 deyir ki, Bəli, maddə 157 aydın şəkildə göstərir. Bu hüquq yalnız iki subyektə verilib. Azərbaycan Respublikasının prezidentinə və ya Milli Məclisin azı 63 deputatına. Prezident və 63 deputat. Niyə məhz onlar? Bu məhdudiyyət də təsadüfi deyil. Prezidentin təşəbbüs hüququ dövlət başçısının ölkənin strateji inkişafı, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı baxışlarını konstitusiya səviyyəsinə qaldırmasına imkan verir. Bu bir növ yuxarıdan aşağı təşəbbüsdür. Anladım. Digər tərəfdən ən azı 63 deputatın təşəbbüs hüququ isə qanunverici orqanın, yəni parlamentin içindən gələn, orada ciddi dəstəyə malik təkliflərin irəli sürülməsini təmin edir. Bəs niyə məhz 63? Bu rəqəmin xüsusi mənası var. 63 Milli Məclisin ümumi tərkibinin 125 yarısından bir qədər azdır. Texniki olaraq yarısı 62.5 edir, ona görə 63 götürülüb. Deməli tək bir deputatın və ya kiçik bir qrupun fikri deyil. Dəqiq. Bu o deməkdir ki, təşəbbüs parlamentdə əhəmiyyətli bir çəkiyə malik olmalıdır, ilkin mərhələdə belə kifayət qədər dəstək qazanmalıdır. Bu həm də sonraki 95 səs mərhələsində uğur qazanma ehtimalını artırır və əsassız, hazırlıqsız təkliflərin gündəmi məşğul etməsinin qarşısını alır. Deməli, sistem həm prezidentin rolunu, həm də parlamentin kollektiv iradəsini nəzərə alır, balanslıdır. Bəli, balanslı bir yanaşmadır. Yaxşı. Hətta təklif vermə hüququnun özü belə müəyyən bir siyasi ağırlıq tələb edir. Bu da prosesin ciddiliyini göstərir. Və indi gəldiyi bəlkə də ən heyrətamiz məqama. Ən maraqlı yerinə. Bəli, hər şeyi dəyişmək mümkün deyil. Maddə 58 çox qəti deyir ki,
Konstitusiyanın birinci bölməsində əks olunan müddalarla bağlı əlavələr təklif edilə bilməz. Təklif belə edilə bilməz. Bu, çox güclü məhdudiyyətdir. Nə var ki, o toxunulmaz birinci bölmədə. Konstitusiya niyə özünü gələcək dəyişikliklərdən bu qədər qəti qoruyur? Bu, Azərbaycanın özünün dəyişməz əsası hesab etdiyi şeylərdir, eləmi? Tamamilə doğrudur. Bu, çox fundamental bir məhdudiyyətdir. Dünya təcrübəsində buna əbədi maddələr və ya dəyişdirilməz prinsiplər deyirlər. Bizim birinci bölmədə nədir onlar? Azərbaycan Konstitusiyasının birinci bölməsi ümumi müddalar adlanır. Ora ölkənin konstitusiya quruluşunun təməl daşları daxildir. Baxın nələrdir? Azərbaycan dövlətinin suverenliyi, hakimiyyətin mənbəyinin xalq olması. Ən əsaslar. Bəli, Azərbaycanın unitar, demokratik, hüquqi dünyəvi respublika olması, dövlət rəmzləri, bayraq, gerb, himn, paytaxtın Bakı olması, hakimiyyətin bölünməsi prinsipi. Ən əsas, bizi identifikasiya edən müddalar məhz buradadır. Deməli, maddə 158 deyir ki, bunlara toxunmaq olmaz. Bəli, əslində deyir ki, bu təməl prinsiplər müzakirə mövzusu deyil. Onları dəyişdirmək, mahiyyətini zəiflədən əlavələr etmək olmaz. Məsələn, kimsə respublika quruluşunu monarxiya ilə əvəz etmək ya da dövlətin dünyəvi xarakterini ləğv etmək barədə əlavə təklif edə bilməz. Mümkün deyil. Sənin siyasi, hüquqi kimliyinin sabitliyini, davamlılığını təmin edir. Bu, çox güclü bir mesajdır əslində. Konstitusiya bir tərəfdən dəyişiklik üçün mürəkkəb amma mövcud bir yol göstərir, maddə 156, 157. Hə, yolu var. Amma digər tərəfdən özünün müəyyən hissələrini əbədi elan edərək o yolu qapıyır, maddə 158. Bu, həqiqətən düşündürücüdür. Elədir. Bu, bir növ Konstitusiyanın öz gələcəyinə qoyduğu məhdudiyyətdir. Amma həm də təməl dəyərlərə sadiqliyin təminatıdır. Sənə birbaşa sual verim. Bu cür əbədi maddələr səncə bir konstitusiyanın gücünü daha çox göstərir, yoxsa potensial zəifliyini? Bu, konstitusiyanın nəzəriyyəsində, praktikasında daimi müzakirə olunan bir sualdır və birmənalı cavabı da yoxdur, açığı. Təbii ki. Bir tərəfdən, bu dəyişdirilməz müddalar şübhəsiz ki, konstitusiya quruluşuna böyük sabitlik verir. Onlar təməl dəyərləri siyasi konjunkturanın, necə deyim, dəyişkənliyindən qoruyur. Ölkənin əsas kimliyini, istiqamətini təminat altına alır. Xüsusilə demokratik hüquqi prinsiplər baxımından vacibdir yəqin. Bəli, məhz onlar baxımından çox vacib sayıla bilər. Bu mənada onlar güc və davamlılıq simvoludur. Amması nədir? Digər tərəfdən bəzi nəzəriyyətçilər deyə bilər ki, heç bir nəsil gələcək nəsillərin öz idarə etmə formalarını, təməl prinsiplərini müəyyən etmək hüququnu əbədi məhdudlaşdırmamalıdır. Cəmiyyətlər o qədər köklü dəyişə bilər ki, bugün toxunulmaz sayılan şey sabah əngəl ola bilər. Bəli, gələcəkdə əngələ çevrilə bilər, həddən artıq sərtlik konstitusiyanın zamanla ayaqlaşmasını çətinləşdirən, nəticədə legitimliyini azalda bilər. Azərbaycan konstitusiyasındakı model, yəni əsas prinsipləri dəyişməz saxlamaq, aydın şəkildə sabitliyə üstünlük verən bir yanaşmadır. Bunun nə qədər effektiv olacağını isə zaman göstərəcək. Elədir. Zaman və gələcək çağırışlar cavab verəcək bu suala. Yeri gəlmişkən, bizim bu mənbənin Konstitusiyanın bu fəslinin sonunda 2002-dən 2016-cı ilə qədərki dövrdə qəbul edilmiş konstitusiya qanunlarına, Konstitusiya Məhkəməsi MSK qərarlarına istinadlar da var. Hə, o siyahı var. Bu siyahı özü də göstərir ki, bugün danışdığımız bu mürəkkəb mexanizmlər sadəcə kağız üzərində deyil də, bu prosedurlar işləyib. Bəli, bu istinadlar çox əhəmiyyətlidir. Onlar göstərir ki, konstitusiya statik, donmuş bir sənəd deyil, müəyyən edilmiş ciddi qaydalara əməl etməklə dəyişə, inkişaf edə bilən canlı bir hüquqi aktdır. Hər dəyişikliyin öz səbəbi, öz tarixi olub. Əlbəttə, hər bir dəyişiklik və əlavənin öz tarixi, sosial-siyasi səbəbləri, müzakirələri, nəticələri olub. Bu həm də o deməkdir ki, bugün danışdığımız 156, 158, 158-ci maddələrdəki çərçivə real hüquqi təcrübədə sınaqdan keçib və işlək olduğunu göstərib. Bu qaydalar bir yol xəritəsi rolunu oynayıb. Beləliklə gəldiyimiz nəticələri ümumləşdirsək, necə deyərik? Azərbaycan konstitusiyasına əlavələr etmək üçün çox diqqətlə qurulmuş, çox pilləli bir sistem var. Yüksək səs çoxluğu? Hə, yüksək səs çoxluğu, 95 səs, məcburi düşünmə və müzakirə müddəti,
6 ay. Təşəbbüs hüququnun məhdudluğu, bəli, məhdud təşəbbüs hüququ prezident və ya 63 deputat və ən əsası dövlətin fundamental prinsiplərinin toxunulmazlığı, birinci bölmə. Bütün bunlar birlikdə nəyə xidmət edir? Bütün bunlar birlikdə təmin etməyə çalışır ki, əsas qanuna dəyişikliklər tələsik olmasın, düşünülmüş olsun, geniş konsensusa əsaslansın və ölkənin təməl dəyərlərinə hörmət etsin. Bu, çevikliklə sabitlik arasında çox incə bir tarazlıq qurma cəhdidir. Həqiqətən də incə bir tarazlıq. Bugün səninlə konstitusiyanın dəyişdirilməsi qaydalarına baxdıq. Yüksək hədlər, uzun müddətlər və toxunulmaz prinsiplər. Və bu, bizi son bir düşüncəyə gətirir. Buyur. Gördük ki, qaydalar sabitliyə böyük önəm verir, xüsusilə o toxunulmaz birinci bölmə ilə. Bəs sən özün üçün düşün, bir konstitusiyanın öz təməl prinsiplərini bu qədər qətiyyətlə qoruması həmişə onun gücünü mü göstərir? Yəni, dəyərlərə sadiqliyin, proqnozlaşdırıla bilənliyin təminatıdır. Yoxsa bu sərtlik, bəlkə də bugün təsəvvür edə bilmədiyimiz gələcək zərurətlər qarşısında çeviklik, əskikliyi yarada bilər. Sabitliklə uyğunlaşma qabiliyyəti arasındakı o ideal nöqtə hardadır? Bu, yəqin ki, üzərində düşünməyə dəyər bir sualdır.